Niyə əlini söymürsən? Əlini söyməklə nə mane olur? Tələsməyin izah edim. Müslümün şərhi Səhabələrin fəziləti kitabı Əli ibn Əbu Talibin fəzilətləri babı. Bu o qədər məşhur xəbərdir ki, Tirmizi, İbn Kəsir və digər tanınmış simalar da qeyd ediblər. Səd ibn Əbi Vəqqasın oğlu Amir atasından belə nəql edib. Muaviyyə ibn Əbu Sufyan Səədə göstəriş verdi. Sənə Əbu Turabı söyməyə nə mane olur? Burada xırda haşiyələrə girim. Muaviyyə kimdir bilirsiniz? Əməvi havadarlarının və Əbdülvəhhabın oğlunun davamçılarının kumiridir. Əməvilərin Peyğəmbər ailəsinə nə qədər nifrət bəslədiyini bilirsiniz. Əbu Sufyan və arvadı Hind Peyğəmbərlə, Muaviyyə İmam Əli ilə, oğlu Yezid də İmam Hüseynlə döyüşüb. Əlləri qana bulaşıb. Muaviyyənin dövründən İmam Əliyə qarşı böyük bir layihə kampaniya başladı. Minbərlərdə uzun illər lənətləndi, söyüldü, ta ki Ömər ibn Əbdüləzizin dövrünə qədər. Yaxşı, Səd ibn Əbu Vəqqas kimdir? İmam Əliyə qarşı əks mövqe tutmuş bəzi səhabələr Əbdülvəhhabın oğlunun pərəstişkarlarının sevimlilərindəndir. Səd ibn Əbi Vəqqas qoşun sərkərdələrindən olan səhabə olub. Lakin bir zaman gəldi, İmam Əli xəlifə olarkən ona beyyət etmədi. İnsafən desə, lakin İmam Əliyə qarşı döyüşlərdə də iştirak etmədi. Oğlu Ömər Səd isə Kərbəlada Yezidin qoşununun başçısı kimi İmam Hüseyni mühasirəyə aldı və onun qatillərindən sayılır. Həzrət Əlinin Əbu Turab ləqəbinə gəlincə isə bunun öz hekayəti var. Qeyd etmək lazımdır ki, İmam Əliyə qarşı mövqedə duranlar Həzrət Əli barədə məhz bu ləqəbi işlədiblər, həm də kinayə ilə danışaraq. Əbu Turab, yəni torpaq atası deməkdir. Neysə, Səd ibn Əbi Vəqqas Muaviyyənin bu tapşırığına cavab olaraq dedi: mən onu söymərəm, çünki Rasulullah sallallahu aleyhi və səlləmin ona dediyi 3 sözü xatırladım. Onlardan yalnız biri mənim üçün olsaydı, bu mənə qırmızı dəvələrdən daha sevimli olardı. Ey Səd, onlar hansılar? 1. Resulullah salavatullah onu qəzvələrinin birində canişin qoyanda Əli dedi: ya Resulullah, məni qadınlar və uşaqlarla arxada qoyursan. Resulullah ona dedi: məyər razı deyilsənmi ki, sənin mənə nisbətin Harunun Musaya nisbəti kimi olsun? İstisna odur ki, məndən sonra peyğəmbərlik yoxdur. Harunun başına gələnləri əzizlər, Qurandan oxuyun. İmam Əlinin başına gələnləri də yaxşı biləcəksiniz. Sonra 2. Xeybər günü peyğəmbərin belə dediyini eşitdim: mən bu bayrağı elə bir kəsə verəcəyəm ki, Allahı və elçisini sevir. Allah və elçisi də onu sevir. Əzizlər, Ali İmran 31-də oxuyuruq. De, əgər siz Allahı sevirsinizsə, mənim ardımcan gəlin. Mənə tabi olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Bu ayə də İmam Əliyə şamildir. Həm də Allahın Rəsuluna tabi olub, həm də Allah və Rəsulu onu sevib. Səd deyir, biz, yəni səhabələr buna gözümüzü dikdik. Yəni hamı bu üstünlüyü qazanmağı arzulayırdı. Peyğəmbər buyurdu: əlini yanıma çağırın. Onu gətirdilər. Gözü ağrıyırdı. Peyğəmbər ağzının suyundan onun gözünə vurdu və bayrağı ona verdi. Allah Əlinin əli ilə fəth bəxş etdi. 3. Gəlin oğullarımızı və oğullarınızı çağıraq. Yəni Ali İmran 61 mübahilə ayəsi nazil olanda Peyğəmbər salavatullah Əlini, Fatiməni, Həsən və Hüseyni çağırıb dedi: Allahım, bunlar mənim əhl-i beytimləndilər. İndi bütün bunlara şahid olan Səd ibn Əbi Vəqqas niyə İmam Əliyə beyyət etmədi və yanında olmadı, bu ayrı mövzudur. Lakin və amma Əbdülvəhhabın oğlunun davamçıları bu məsələni yozmağa çalışıblar. Allahın əli, ayağı, baldırı, ərşi və sair şeyləri var, gecə yerə enir və sair məsələləri yozmağa qarşı çıxırlar. Lakin Muaviyyənin ruhunu şad etmək var axı. Onun üçün bunun müdafiəsinə qalxırlar ki, yox, Muaviyyə belə deyildi, sadəcə Sədin mövqeyini soruşmaq istəyirdi və bu cür deyirlər. Əzizlərim, sizi and verirəm sevdiyiniz kəsə. Muaviyyə və Yezidi bu qədər müdafiə etdiklərini siz ki görürsünüz. Bəs görmüsünüzmü ki, Peyğəmbərin qızı xanım Fatiməni, İmam Əlini, Həsən və Hüseyni heç olmasa bu qədər müdafiə etsinlər? Axı nədir bu təlaş və səy? İmam Hüseynə çatanda onu babasının qılıncı öldürdü, hakimə qarşı çıxdı, təfriqə saldı, filan filan, onu şiyələr öldürdü deyə danışır. İsrarla isə Yezidi təmizə çıxarırlar.
Nəysə, bu tayfanın serimli alimi İbn Teymiyyə görün nə deyir. Öz minhacında belə yazıb. Məlumdur ki, Allah səhabələr üçün hər bir müsəlmanın qəlbində sevgi yaradıb, xüsusilə xəlifələr, xüsusilə də birinci və ikinci xəlifə barədə. İndi bunu İbn Teymiyyə haradan deyir, hara istinad edir, ya ona vəhiy gəlib, mükaşifəsidir, daim mən bilmərəm. O bilər, Allahı bilər. Ümumi səhabə və tabeinlər onları sevirdilər. Onlar yaxşı nəsil idilər. Yaxşı. Lakin Əli belə olmayıb. O yazır ha. Çünki çoxlu səhabə və tabeinlər ona nifrət bəsləyir, onu söyür və onunla döyüşürdülər. Kim idi o səhabə və tabeinlər? Əziz Əməvi havadarları, bu şəxslərin hökmləri nədir? Siz deyirsiniz belə şey olmayıb, İbn Teymiyyə isə deyir ki, əlini söyən səhabələr vardı.